Biz inansaq ki, verəcək. İnanmaq lazımdır. Vəssalam. İnanaq ki, həmin Allah öz fəzlindən bizə daha artığını inayət edir. Ümidi onun fəzlinə bağla. Onun gözəl fəzlinə bağla. Ümidsizlərdən olma. Bütün ümidsizliklərdən ona pənah apar. Qəlbə ki, gəldi, əşi məndən heç nə çıxmaz, tez at qırağa o fikri. Ona sığın, ona pənah apar. Hər şeydən qop, ona bağlan. Hər kəsdən ümidi üz ona bağlan. O özü deyir ki, məndən başqasına ümid eləsə, ümidini kəsərəm. Mənə ümid eləsə, qapıları onun üzünə açaram. Mən onlar istəməmişdi, mən onları yaratdım. İndi istəsələr vermərəm, mən paxılam. Allah deyir. Mən xəsisəm, niyə verməyim? Nə səbəbdir verməyim? Dünya və axirət mənim deyil. Mənimdirsə niyə verməyim? Kərəm və bəxşiş mənim sifətim deyil. Kim ümidlə qapıma gəldi, ümidini doğrultmadım. Böyük sözdür valla. Bir nəfər ümidlə gəldi, getdisə, almadısa, deməli ümidlə getməyib. Kim ümidlə qapıma gəldi, ümidini doğrultmadın. Sən ümidlə get Allahın qapısına. Deyirəm, mən istəyirəm ki, hər yerə gedim çata bilim. Çata biləcəyim zirvələrə. Gedim çatım. Deyir, tez cavab verməsə, məyus olma. Ümidlə get, ola bilər biraz cavab geciksin. Cavabın gecikməyinin də hikməti var. Qoy biraz geciksə də naümid olma. Əli əleyhissalam buyurur ki, mən Əli zəmanət verirəm ki, mən Əli ibn Əbi Talib zəmanət verirəm ki, cavab verəcək. Ümidimizi Allaha yönəldək, ümidlə gedək. Dey ilahi, ey filan kəslərin Allah, sən mənim də Allahımsan. Onların əlimdən tutub oralara çatdıran, mənim də əlimdən tutub çatdırar. Məni maraqlandırmır mən kiməm. Mən ki bilirəm mən kiməm. Mən kiməm bəllidir, amma nə olsun ki, sənin qüdrətin çatmaz ki, mənim kimisini də. Ancaq gücün yaxşılara çatır.